Hər vaxtınız xeyir olsun, dəyərli Elm və Təhsil kanalımızın üzvləri, kitab sevərlər. Bugün mən istərdim ki, kitab sevərlər üçün bir neçə kitab təqdim edim, hansı ki, bu kitabları oxumağı sizə tövsiyə edərdim. Bugünkü yazarımız Dilşad xanım Talıbova pedaqogika üzrə fəlsəfə doktorudur və Dilşad xanım akademik fəaliyyəti ilə yanaşı eyni zamanda kitab yazardır və onun bədii ədəbiyyat nümunələri də vardır. Onu da qeyd etmək istərdim ki, Dilşad xanım Gəncə Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. Mənim bugün təqdim edəcəyim sizə iki kitab Dilşad xanımın ən sevilən əsərləridir, hansı ki, biri Eşqin adı sənsən, digəri isə Dostluq yoxsa məhəbbət. Eşqin adı sənsən adlı əsər fevral ayında bestseller, yəni ən çox satılan bədii əsərlər arasında ilk yerlərdən birini tutmuşdur. Dostluq və məhəbbət də ən çox oxunan kitablardan biridir. Bəs hansı janrda yazır Dilşad xanım? Dilşad xanım əsasən sevgi, məhəbbət və vətənpərvərlik ruhunda eyni zamanda müxtəlif xarakterli insanların xüsusiyyətlərini öyrənmək istəyənlər üçün maraqlı mütaliə ola bilər. Kitablarımızı hardan əldə etmək olar? Libraf kitab mağazalarından əldə edə bilərsiniz. Eyni zamanda qeyd etdiyimiz profildən də ətraflı məlumat əldə edə bilərsiniz. Hər birinizə xoş mütaliələr arzu edirəm.